Naxçıvan qavurmasında ətin qaynayıb qaynamadığı bir müzakirələrə səbəb oldu. Mən qaynatmadım, ətim pambıq kimi oldu. Bişirdiyiniz ətdən çox şey asılıdır. Mənim ətim təp-təzə idi. Mən dana ətinin boyun hissəsindən etmişdim. Quzu, qoç ətindən də çox ləzzətli alınır. Naxçıvanlılar həmin günü kəsilən ətdən hazırlayır qovurmanı. Ətləri çox xırda olmamaqla videoda gördüyünüz kimi doğrayın. Ocaqda bişirməyin dadı bir başqadır və bol quyruq yağında bişməlidir. Bundan öncəki videoda demək olar bütün ilə yazanlar Naxçıvanlar idi. Bəziləri mənimlə razılaşdı, dedilər Naxçıvan qavurmasında əslində əti qaynatmırlar. Bəziləri isə tam əksini iddia edir. Deyirlər ki, ət mütləq qaynamalıdır. Həmin ət suyunun içərisinə quru lavaşları doğrayıb yeyirlər. Onun da adı təngöh və yaxud da işkənə deyilir. Bəzi yerlərdə içərisinə tikə ətlər qoyulub qoxma qonşuya da verilir. Keçən videoda qeyd etdiyim kimi ətləri təzə-təzə Araz marketdən almışam. Burada ətlər çox keyfiyyətlidir. Qida təhlükəsizliyinin tələblərinə də tam cavab verir. Ətlər ilk olaraq laboratoriya analizindən keçirilir, daha sonra keyfiyyətli ətlər mağazaya gətirilir. Qovurmanın bişməyinə 2-3 dəqiqə qalmış duzu əlavə edilir. Bankalara doğrayırlar və yaxud da şirəli qazanınız varsa, yağını da üstünə töküb saxlaya bilərsiniz. Mən bu qovurmanı yumurtaya o qədər çox yaraşdırıram. Dadına doymaq olmur. İndi siz deyin, əti qaynatmalıyıq yoxsa yox?